Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. 20 sınaq ədəbiyyat fənni Dövlət İmtahan Mərkəzinin toplusu 20 sınaq var. Bu 20 sınağın ikinci sınağına aid olan testlərin bir qismini izah edəcəm. Ümumiyyətlə ikinci sınağın hamısını izah edəcəm, amma hissə-hissə izah edirəm ki, sizin üçün də yorucu olmasın. Demək, belə başlayırıq birinci sualdan. Mövzularımız, yeri gəlmişkən deyim, qədim dövr Azərbaycan ədəbiyyatı mövzusudur. Burada Kitab-ı Dədə Qorqud dastanı ilə bağlı daha çox suallar var. Birinci sualımızda demək, Salur Qazanın evinin yağmalanması boyu haqqında doğru fikri müəyyən eləməliyik. A variantında boy Bayandır xanın məclisində Qazan xanın ovu təklif etməsi ilə başlayır. Xeyr, o Qazan xanın elə öz məclisi olur. Bayandır xanın məclisi olmur. Bir səhvdir, biz doğrunu axtarırıq. Qazan xana köməyə gələn bəylər arasında Aruz qoca yox idi, var idi. Oxusanız görəcəksiniz ki, var. Boyda Uruzun qəhrəmanlıq göstərməsinin təsvirinə yer verilmir. Bəli, həqiqətən də Uruz cəsur, igid bir obraz kimi təqdim olunur. Ölümdən qorxmur, amma qəhrəmanlıq göstərmir, döyüşmür filan və s. bir şeylər eləmir. Testin cavabı C variantıdır. Düşmənin yurduna çatan Qazan digər bəylərin gəlib çata bilməsi üçün Şöklü Məliklə danışıq aparır. Xeyr, anasını almaq üçün Şöklü Məliklə danışıq aparır. Uruz yurdunu qoruya bilməyib, atasının etibarını zədələyib üçün özünü ölümə layiq bilir. Xeyr, belə bir şey də yoxdur. Ona görə cavab olacaq C variantı. İkinci sualımız, Salur Qazanın evinin yağmalanması boyuna əsasən Eylervin diaqramındakı yanlış fikirləri müəyyən etməliyik. Yanlış fikirlər. Baxın, diqqətli olun, testi işləyəndə bu yanlış sözünü dairəyə alın, çəkin, bir formada işarələyin. Demək, burada Qaraca Çobanla Qazan xan müqayisə olunub. Fövqəladə gücə sahib idi, bəli. Çünki ağacı yerindən çıxardır. Biz səhvləri axtardığımıza görə bir doğrudur. Bir olan variantları da çıxırıq. A və D variantlarını silirik. Bəylik təklifinə razı olmur. Bu da doğru fikirdir. 2 ilə başlayanları da silirik. B variantını sildik. Demək, bir şey yazmadı. Yuxusunu qardaşına danışır. Yanlışları axtardığımıza görə Qazan xan danışır. Bu Qazan xan olan xüsusiyyətli Qaraca Çobana da aid edilib. Testimizin bir cavabı 3-dür. 3-dən başladığına görə cavabın C variantı olduğunu bilirik, amma daha dəqiq cavabları müəyyənləşdirmək üçün digərlərinə də baxırıq. 4 doğru olacaq. Kafirlərlə savaşır. Bəli. Həm Qazan xan, həm Qaraca Çoban kafirlərlə savaşır. Qaraqayğılı yuxu görür. Qazan xana aid eləyiblər. Xeyr, təkcə Qazan xana aid deyil. Bu həm də Qaraca Çobana aiddir. Demək, kafirlərin yurduna çatanda hər şeydən əvvəl qoca atasını istəyir. Xeyr, atasını yox, anasını istəyir. Qazan xanın atasını danışılmır. Ona görə testimizin cavabı olacaq C variantı. Burada hər ehtimala qarşı belə C yazaq. Üçüncü sualımıza baxırıq. Səbəb-nəticə əlaqəsidir. Bu tipdə suallar geniş yayılıb indi. Diqqət edirik. Salur Qazanın evinin yağmalanması boyu əsasında cədvəldəki yanlış fikirləri müəyyən eləməliyik. Səbəb olub ki, Qazan xan bəylərin məzəmmətindən çəkinir. Nəticədə Qaraca Çobanı ağaca bağlayıb özü ilə getməsinə mane olmağa çalışır. Biz də nəzər alaq ki, yanlışları axtarırıq. Bu doğrudur. Bir olanları çıxırıq. Biri çıxdığımıza görə B variantını çıxırıq. D variantını, E variantını çıxırıq. Qazan xan bəylərin ovunu pozmaq istəmir. Yurdundan xəbər bilməyə tək gedir. Bəli, bu 100% belədir. Deyir ki, siz ovunuzu pozmayın. Mən əgər bir salamatlıq olsa qayıdıb gələcəm. Qayıtmasam başınıza çarə edin qardaşına deyir. Ona görə bu fikir doğrudur. Biz yanlışları axtarırıq. 3-də Qaraca Çoban düşmənin hücumundan xəbər tutur, ehtiyat tədbirləri görür. Düşmənin hücumundan xəbər tutmur. Qaraqayğılı yuxu görür. Sizin cavabı 3-dən başlayır. Cavab A variantı olacaq. Sonra Burla xatun tanınmasını istəmir. Oğlun ətindən yeməyə məcbur olur. Oğlu pişirilmədi, yeyilmədi əti. Ki, Burla xatun da yesin. Səbəb var idi, Burla xatun tanınmasını istəmir, amma başqa cür tədbir görür də. Qızların hamısına Burla xatun hansını siz deyəndə hamı yerbəyerdən mənəm.
Oğlu ona tövsiyə edir ki, əgər qızlar bir yesə, sən iki ye ki, atamın namusuna ləkə düşməsin. 5-də Şöklü Məlik Qazandan heyf almaq niyyətində olur. Doğrudur. Onun həyat yoldaşından şərab paylaşmaq istəyir. Bəli, bu da doğru fikirdir. Qazan bəylərə gizlində xəbər göndərir. Qalın Oğuz bəyləri yardıma gəlirlər. Xeyr, Qalın Oğuz bəyləri görürlər ki, Qazan xan qayıtmadı. Gəlirlər. Ona görə testimizin cavabı A variantı olacaq. 4-ə baxırıq. Qaraca tərpədək. Salur Qazanın evini yağmalandığı boyda Qaragünə Qazan xanın yuxusu necə yoxdur? Bax, bu maraqlı sualdır, həm də yetəri qədər diqqət tələb edən sualdır. Hansılar ki, daha əzbər bilirsiniz, bu zaman onları birləşdirirsiniz belə. Məsələn, deyir ki, qan qaranlıqdır. Məsələn, deyək ki, bildiyiniz, əgər bilirsinizsə belə baxırsınız. 4-də 2, həm də baxırsınız A variantında, D variantında, E variantında 4-2 uyğun gəlib. Ondan sonra qara bulud deyir sənin taleyindir. 1-ə 1 uyğun gəlir. Sonra demək 2-yə 4 uyğun gələcək. Qarla yağmur sənin qoşunundur. Saç da qayğıdır, dərdsərdir. Demək testimizin cavabı olacaq D variantı. Keçirik 5-ə. Salur Qazanın evinin yağmalandığı boyda Qazan xanın yuxuda gördüklərinin sırasına daxil ola bilməz. Yəni bu şeylər yuxuda görür. Çaylardan su yerinə qan axır yazılıb. Bax, hündür evimin üstünə ildırım çaxır var. Ondan sonra demək testimizin cavabı bir variantıdır. Quduz qurdlar evimi dəlir var, yurdumu dəlir var. Əllərimdə 10 barmağım qan içindədir, bəli, dırnaqlarından qan axıb görür. Yumruğunda bir şahin çırpınır və bir böyük quş gəlib həmin şahini götürüb aparır filan belə şeylər görür. Ona görə testimizin cavabı. Çaylardan su yerinə qan axıb fikri yoxdur. Sonra 6-da Salur Qazanın evinin yağmalandığı boyu ilə bağlı uyğunluğu müəyyən edin. Demək, Uruz. Qalxıb yerimdən durardım, səni qaba dizinin altına salardım. Can şirinliğini sənə göstərərdim. Atasının namusuna xələl gətirmiş anasını. Yox, anası atasının namusuna xələl gətirmir. Şimdi yanlışdır. Anasına bu sözləri deyir, amma nitqində bu var. Bu yoxdur. Demək, biz doğrunu axtarırıq. Qazan xan, duraq gedə ya bəylər, ov ovlayaq, quşlayaq, yeyək, içək, günümüzü xoş keçirək deyir. Bu doğru fikirdir, bu var. Amma oğlunu ova aparıb, buna təcrübə qazandırmaq fikri olmur. Oğlunu evdə 300 igidlə birlikdə qoyur. Burla xatun su Allahın üzünü görmüşdür. Mən bir su ilə xəbərləşim. Bunu Qazan deyir. Ona görə heç. Yurdun vəziyyətini xəbər almaq olur Qazanın niyyəti, amma bunu Burla xatun demir. 4-də Şöklü Məlik Qazan xanda bir heyfimiz də qaldı bəylə. Şöklü Məlik bunu deyir, amma Burla xatuna şərab paylatmaqda deyir. Amma başqa bir kafir deyir ki, bəs bizim Qazanda bir heyfimiz də qaldı. Orada da Şöklü Məlik deyir ki, deyir, ədə ağzına vur. Nə heyfimiz qalıb? O da qoyunları deyir. Ona görə bunu da çıxırıq, da deyil cavab. Bunlar da olmadı. Cavab E variantını dəqiqləşdirir. Beyrək çal qılıncını ağam Qazan çatdım. Məqsəd də nə idi? Kömək etdi. E variantı. 7-ci sualın bir hissəsi bura, bir hissəsi bura. Elə qaldırıq ki, düşdün hər ikisi. Demək, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun ekspozisiyasında Qazan xanın oğlunu görərkən ağlamasının əsl səbəbi nə idi? Bu da qəşəng sualdır. Baş kəsməyən, qan tökməyən oğlundan utanır, xəcalət çəkirdi. Xeyr, oğluna orada deyir ki, mən öləndən sonra qorxuram ki, səni mənim yerimə təyin eləməyəcəklər. Ona görə ola bilməz. Qəfil ölərsə Oğuz bəylərinin Uruzu atasının taxtına layiq bilməyəcəklər. Bəli, əsl ağlamağın səbəbi variantı idi. Digər variantlara da baxaq. Qorxur ki, düşmənlər el-obaya hücum etsə, bu deyil. Qorxaq oğlu olduğu üçün Uruzun qorxaq olmağından söhbət getmir. Uruz əslində burada cəsur igid kimi təqdim olunur. Bəylərlə ova gedərkən el obasının yurdunu etibar edə biləcək bir oğlu olmadığı üçün söhbət edildi. Belə şeydir yox. Demək 8-9-cu suallara baxırıq. Demək 8-ci sualda Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu
Boya əsasən klasteri tamamlayan fikirləri müəyyənləşdirməliyik. Burla Xatunla bağlı. Bu klasterlə bağlı suallara diqqət edin. Bəzən olur ki, orada obrazla bağlı, hadisələrlə bağlı yanlış fikirlər də axtarırlar. Qəhrəmanlıq göstərir, doğru fikirdir demək. Doğruları axtaracağıq. Ova gedənlərin dönməsinin xəbərini eşidən kimi tədarük görür. Bəli. Dəvədən, oyundan, maldan kəsdirir. Doğru fikirdir. Cavabımız 1 ilə başlayır. Demək ki, 1 ilə başladığına görə digər variantları yola saldım. 1 ilə 5-ə baxacağıq. B ilə C-yə baxacağıq. Qazan xanı tək görəndə narahat olur. Bəli. Cavabımız B variantıdır. Digər variantların da səhv olduğunu əsaslandıraq. Atasından qoşun istəyib Qazan xanın ardınca gedir. Xeyr. Deyir ki, lazım olsa atamdan qoşun istəyərəm. Yaralı oğlunu dağ çiçəyi ilə müalicə edir. Xeyr, bu da yoxdur. Sonra oğlu ilə ərinin namusu arasında seçim etməli olur. Bu yaralı oğlunu dağ çiçəyi ilə müalicə eləməyi 12-ci boydadır. Dış Oğuzla iç Oğuzun müharibəsi. Orada oğul yaralanır. Oğlu ilə ərinin namusu arasında seçim etməli olur. Bu Qazan xanın evinin yağmalanması boyundadır. Ona görə cavab olacaq B variantı. Qalanlar səhv. Cümləni tamamlayan fikri müəyyən edin. 9-cu suala baxırıq. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda oğlu ilə ova gedən Qazan xan doğru fikri tapırıq burada. Demək, o ovlayıb quş quşlamağa, bir ceyran belə vurmağa fürsət tapmır. Xeyr, o ovlayıb yemək içmək yeyirlər içində. O zamanı yuxuya gedib əsir düşür. Xeyr, bu Qazan xanın özünün əsir düşdüyü boydur. Bu heç orta məktəbdə tədris olunmur, boy öyrətilmir. Uzaqdakı toz dumanı görən kimi düşmən olduğunu anlayır. Bəli. Çünki orada bir çox versiyalar deyirlər. Hərə bir şey deyir. Biri deyir ceyran sürüsüdür, biri deyir qoyun sürüsüdür. Axırda Qazan xan deyir ki, gələn yağıdır. Oğul da soruşur ki, yağı nədir? Qara qayğılı yuxu görüb oğlunu yarımçıq saxlamalı olur. Bu Qazan xanın evinin yağmalanması boyundadır. Uruzun əsir düşdüyü boyda deyil. Qarşısında anidən boyu uza Burla Xatunu görür. Demək, ova gedən Qazan xan görmür. Dərbəndə gedəndə Burla Xatunu görür. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı düzgün fikirlər, 10-cu suala baxırıq. Demək, Uruz atasından düşmənlə vuruşmamağı, geri dönməyi xahiş edir. Bəli, ona deyir ki, sən düşmənlərlə vuruşma, çünki get, yeni bir övlad dünyaya gətirin, mən olmasam da olar, deyir. 1 ilə başlayırıq. 1 ilə başladığımıza görə B variantını silirik, C-ni də silirik. Qazan xanın orada olduğunu təkürə Şöklü Məlik bildirir. Xeyr. Demək, Didyani qalasından, bir də Aksaka qalasından səhv eləmirəmsə, kafirin cəssusu təkürə xəbər verir. Ona görə 2-ni də sildik. Sonra oğlunu xilas etməyə gedən Qazan xan kafirlərlə döyüşə tək başına girir. Bəli, girir, yaralanır, gözündən yaralanır. Ərinin ardında düşmən elinə gedən Burla Xatun öz kimliyini bildirmir. Belə bir məsələ yoxdur. Bu Qazan xanın evinin yağmalanması boyundadır. Kim olduğunu bildirmir ki, ərinin namusunu tutmasın. Burla Xatun həlledici döyüşdə düşmənin bayrağını, bəli, düşmənin bayrağını qılınclayıb yerə salır. Belə suallar da düşür. Hansı döyüşdə kim düşmənin bayrağını qılınclayır? Qazan xanın evinin yağmalanması boyunda qardaşı qılınclayır. Burada isə 1-3-5 Burla Xatun. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda dastan janrına məxsus hansı xüsusiyyəti görmək mümkün deyil. Ozan Aşıq tərəfindən yaradılması var. Bu 100% Dədə Qorqud yaratmışlığı var. Nəzm və nəsrin növbələşməsi dastan olduğuna görə var. Süjet xəttində hadisələrin sürətli keçidlərdən ibarət olması, bəli, var. Var. Demək, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy. Əsərin nəzmi, məsələn, Qazan xan bu sürətli keçid nədir? Qazan xan məsələn deyək ki, Oğuzdan Dərbəndə qısa zamanda çatır. Əsərin nəzm hissəsinin heca vəzni şeirlərdən ibarət olması, demək bu da var. Gəldiyi variantda. Surətlərin nitqində qoşma və gərəlilərdən istifadə edilməsi. Kitab Dədə Qorqud dastanında nəzm və nəsr var. Oradakı nəzm hissələrdə heca vəznidir, amma heç biri qoşma və gərəli deyil. Ona görə testimizin cavabı E variantı.
12. Kitab Dədə Qorqud dastanında yer alan qəhrəmanlıq və hünər göstərmək bəy oğlu bəyin missiyasıdır. Müddəası əsasında uyğunluğu müəyyən edir. Qəşəng sualdır. Demək, bilirsiniz də orada bəy ailəsindən olan adamlara belə üstünlük verilir. Bu müddəanı təsdiq edən fikirləri, təsdiq etməyən fikirləri tapacağıq. Qaraca Çobanın göstərdiyi qəhrəmanlar müddəanı təksib edir. Nəyə görə? Çünki demək, müddəanı təksib edir. Çünki Qaraca Çoban bəy ailəsindən deyil. Demək, 2-yə olacaq A variantı. A. 2-yə A variantı demək B-dədir, C-dədir, E-dədir. Baxaq. A-nı silirik. A ola bilməz testimizin cavabı. Sonra keçirik baxaq. Bir də D-ni də silək. D-də A yox. Qarşına baxarkən oğlunu görən atanın qəhərlənməsi. Bəli. Qəhrəmanlıq və hünər göstərmədiyinə görə o vaxta qədər ata narahat edib. 1-ə B. 1-ə B düşürsə qaldıq. Demək, B variantı ilə E variantı arasında. Demək, sağ və sol tərəfinə baxan Qazan xanın fəxarət hissi. Bəli. Bu da dayısı, Aruz, qardaşı və s. Sonra bu oyun sonunda Dədə Qorqudun öyüd verməsi yox. Fikirlə bağlı deyildi. Testimizin cavabı olacaq B variantı. Yaxşı, dairələmədim. Hələlik bu qədər. Davam edəcək.